Salam aleykum. İmtahan vermiş bütün abituriyentlərə uğurlar arzu edirəm. İnşallah ki, öz uğurlarınızla həm müəllimlərinizi, həm də valideynlərinizi sevindirərsiniz. Əvvəlcədən onu deyim ki, suallar çox asan olub. Elə keçən ilki qəbulla 2025-ci ilin birinci blok imtahanı ilə müqayisədə sualların səviyyəsi çox asan idi. Eyni zamanda situasiya da buna aiddir. Situasiya da çox asan olub. İndi testlərin izahına keçək. Birinci sualda Çar Rusiyasının Azərbaycandakı iqtisadi siyasəti soruşulur bizdən. Həmin o iqtisadi siyasətə əsasən bax, neft sənayesində xarici kapitalın üstünlüyünün qarşısını almaq bu düzgün cavab deyil birinci. Çünki xarici kapital axını hələ həmin dövrdə Azərbaycana olmamışdı. Xarici kapital 19-cu əsrin ikinci yarısından başlayacaq. Nobel qardaşları 1879. Müstəmləkəçi siyasət var. Elə bil həmin siyasət var Azərbaycanda tətbiq edir. Şimali Azərbaycanda sənaye çevrilişinin qarşısını almaq bu həmin dövrdə yox idi. Həmin dövrdə Rusiyanın özündə sənaye çevrilişi başlamamışdı. Neft sənayesində iltisamın ləğv edilməsi o 1872-dir. İltisamın ləğvi 72. Ölkəmizi ucuz xam mal bazasından çevirmək bax bu doğru cavabdır. Deməli cavab burada götürürük 2-5 A variantı. Gəldik digər suala. Kəngərli tayfa. Kəngərli tayfası bildiyiniz kimi Naxçıvan xanlığının əsasını qoyub və bizdən Naxçıvan xanlığı ilə İrəvan xanlığının ümumi cəhətini istəyir. Hər ikisi müəyyən müddət Qarabağ xanlığından asılı olub. Burada biri götürürük. Georges müqaviləsi Naxçıvan xanlığına aid deyil. Georges müqaviləsini Quba və Lənkəran xanlıqları imzalamışdı. Çuxursət bəylərbəyliyi, o da həm İrəvan, həm Naxçıvan keçmiş Çuxursət bəylərbəyinin ərazisində yaranıb. Lakin Türkmənçəyə əsasən Qacarlarda deyil, Türkmənçəyə əsasən Rusiyanın tərkibindən keçmişdi İrəvan, Naxçıvan. Ona görə cavab burada 1-3 B variantıdır. Qeyd edirəm cavabı. 13-cü əsrin 30-cu illərin sonu bu Azərbaycanda Monqol ağalığı dövrüdür. Bildiyiniz kimi 1239-cu ildə Monqollar Azərbaycanın işğalını başa çatdırdılar və o vaxtdan Azərbaycanı Ali Monqol xaqanı canişinləri idarə etməyə başladı. Elə cavab burada A variantıdır, birinci cavab. Çünki Cəlalilərin Azərbaycanı işğal etməsi 1359, Şirvanşahları tam tabe etməklə 1367, Qızıl Ordu Toxtamışın yürüşü 1385-dir. Ona görə onu da götürə bilmərik. Qazan xan hakimiyyətləri həmin o ərəfəyə düşmür. Qazan xan hakimiyyətləri 1295-1304, ona görə o 30-50-ci illərə aid deyil. Əmir Teymurun da yürüşləri Azərbaycana gec başlayıb, 1386-dan sonradır birinci yürüş. Ona görə cavab burada A variantıdır. Keçdik digər bir suala. İkinci Qarabağ müharibəsi. İkinci Qarabağ müharibəsinə aid sual da elə çətin bir sual deyildi. Burada aid olmayan istəyir. İkinci Qarabağ müharibəsinə aid deyil. Hadrutun azad edilməsi ilə Şuşaya hücum üçün əlverişli şərait yaranması bu aiddir. Azərbaycan istehsalı olan pilotsuz uçuş aparatları. Bu da aiddir. Azərbaycan istehsalı olan pilotsuz uçuş aparatından istifadə edilməsi bu da aiddir. Qarabağ müharibəsinə aldadıcı taktikanı Ermənistanın hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi bu elə D variantında olan Qarabağ mücrüsü əməliyyatıdır. Demək olar ki, elə C variantı ilə D variantı eyni məsələdir. Ona görə onları da götürmürük. Lakin Y variantı BMT Təhlükəsizlik Şurasının ölkəmiz əleyhinə qətnaməsi. Əslində BMT o qətnamələri qəbul eləmək istəyir. Qəbul edəcəkdir hətta. Lakin qoşulmama hərəkatının üzvü olan ölkələr buna imkan vermədi. Ona görə cavab burada Y variantıdır. İşarələyək onu da Y variantı. Gəldik digər suala. Hadisələrdən hansının yerini dəyişdikdə düzgün xronoloji ardıcılıq alınır? Pişəvərinin başçılığı ilə Milli Hökumətin yaranması 1945-ci il 12 dekabrdır. Pişəvərinin başçılığı ilə. Sonra Xiyabanın başçılığı ilə Milli Hökumətin yaranması 1920-ci il 23 iyundur. Dünyada ilk dəfə Azərbaycan açıq dənizdə neft çıxarılması başlanması 1948-də 49-da fontan vurmuşdu. Azərbaycan SSR-də konstitusiya dövlət dilinin Azərbaycan dili olması haqqında xüsusi maddə İmam Mustafayevin katibliyi dövründə əlavə edilmişdi 1956. Ona görə burada 1 ilə 2-nin yeri dəyişilməlidir. 1920 hamısından əvvələ getməlidir. Cavab burada Y variantıdır. Bunu da yanına qeyd edirəm. Keçdik digər suala. 7-ci əsrin 40-cı illərindən fərqli olaraq 50-ci illər Albaniya dövləti üçün səciyyə. Bu həmin dövr Cavanşirin hakimiyyət illəridir. Bildiyiniz kimi Cavanşirin Xəzər xaqanlığı ilə müqavilə bağlaması Xəzərlərin artıq ikinci yürüşünə düşür. 665 o 50-ci illər hesab edilmir. Lakin Bizansla ittifaq yaratması 654-cü ildədir. Onu götürürük. Daxili müstəqilliyin ləğvi 705 bu da həmin o sualda bildirilən əsrlərə illərə uyğun gəlmir. Sasanlərlə sülh müqaviləsi bu da belə bir şey yoxdur. Həmin illərdə ümumiyyətlə 50-ci illərdə Sasanlar süqut eləmişdi 651-ci ildə. Xilafətə verilən vergilərin azaldılması artıq Cavanşirin Muaviyə ilə görüşündən sonra olub. Cavanşir də ərəblərlə 667 və 670-ci illərdə görüşüb. Ona görə bu sualda 36-cı sualda cavab B variantıdır. Keçdik digər suala. AXC.
AXC-də müəssislər məclisinə seçkilər haqqında əsasnamə qəbul edilsə də müəssislər məclisinə seçkilər özü keçirilmir, olmur, baş vermir. Özdə 1919-cu ilin iyul ayında olub, parlament fəaliyyətə 18-ci ilin 7 dekabrında başlayıb. Ona görə parlament müəssislər məclisinə seçkilər haqqında əsasnamənin nəticəsi ola bilməz. Bakının işğaldan azad edilməsində Milli Şura öz fəaliyyətini dayandırmayıb. Milli Şura öz fəaliyyətini Gəncə şəhərində dayandırmışdı. Bakı azad edilmişdi artıq sonradan, sentyabrın 15-də. Mudrus müqaviləsi bəli, Osmanlılar həm Naxçıvanı, həm də Azərbaycanın digər ərazilərini tərk edirlər. Çünki 1-ci Dünya müharibəsində məğlub olmuşdular. 3-ü götürürük. Bir də erməni təxribatı. Ermənilər Qarabağda 20-ci ildə təxribat törədəndə Əskəran yaxınlığında baş verən döyüşdə milli ordumuz onları məğlubiyyətə uğratmışdır. Ona görə bu testdə cavab 3 və 4 C variantıdır. Keçdik digər suala, 38-ci suala. 16-cı əsrin ikinci yarısı Osmanlı dövləti üçün səciyyəvidir. Köprü Mehmet Paşanın islahatlar keçirməsi 16-cı əsrə düşmür, 17-ci əsrə düşür. Misir Məmlük Sultanlığına son qoyulması da o birinci yarısına gedir, həmin dövrə uyğun gəlmir. Səfəvi ilə yeni müharibənin başlanması bəli, Səfəvi Osmanlı müharibələrinin ikinci mərhələsi 1578-ci ildə başlanmışdı, ta 1590 İstanbul sülhünə qədər. Ona görə C variantını götürürük. Ağqoyunlarla da bilirsiniz müharibələr sonuncu dəfə 73-də Otluq belində qutarıb, 1473 15-ci əsr. Viyana mühasirəyə alınması da birinci yarısına gedir, 16-cı əsr. Ona görə cavab bu testdə C variantıdır. Keçdik xəritə suala. Xəritədə rəqəmlə göstərilən ərazilər üçün doğru olmayan fikri müəyyən edin. 1. Elə bil ki, burada İspaniya ərazisidir. 5. Afrikadır. 2. Roma ərazisidir. 4. Haradasa Konstantinopol, indiki İstanbula düşür. 3 də Misir. Burada 5. Bizans İmperatoru Justinian tərəfindən işğal. Bəli, bu Vandal krallığı. O dövrdə Vandal krallığının ərazisi sayılırdı. Afrikanın şimalına görə Justinian oranı işğal etmişdi. Bu doğru cavab. Lakin bizə doğru olmayan istəyir. Doğru olmayan. Ona görə də biz burada yanlış bir cavabı götürməliyik. Bizans imperiyasında qələbə nəticəsində ərəb orduları bəli, Misiri və digər əraziləri fəth etmişlər. O doğru cavab olduğuna görə onu götürmürük. 8-ci əsrin əvvəlində ərəblər İspaniyanı da fəth etmiş. Orada bildiyiniz kimi Kordova əmirliyi, sonra Kordova xilafəti yaranmışdı. Onu da götürmürük. Lakin Xlodvig İtaliyaya hücum eləməyib. Xlodvigin hücum etdiyi ərazi Qalliya olub. İndiki Fransa ərazisi. İtaliyaya Böyük Karl yürüş etmişdi. Ona görə də bu cavabı götürürük orada səhv cavab kimi D variantı. İşarələyək. D variantıdır bu testdə cavab. Keçək digər suala. Bu suala keçək 40-cı suala. Xəzər xaqanlığından fərqli olaraq Uyğur xaqanlığı və Qaraxanlı dövlət. Deməli biz həm Uyğurun, həm Qaraxanlının Xəzərdən fərqli olacaq xüsusiyyətlərini götürməliyik bu testdə. Uyğurlar bildiyiniz kimi 7-ci əsrdə meydana gəlməyib. Uyğur xaqanlığı 744-cü il 8-ci əsrdə meydana gəlib. Sasanlara qarşı mübarizə aparmayıblar, lakin Çin imperatorundan xərac alıblar. Çin ümumiyyətlə asılı salmışdı Uyğurlar. Deməli, birə C variantı olacaq. Əslində cavablara diqqət etsək, heç ikinci tərəfə baxmağa ehtiyac yoxdur. Birə C olan təkcə bir cavab var, lakin biz yenə ikinci tərəfə baxaq. Qaraxanlar ərəb xilafətinə mübarizəsi verilmir, çünki ərəblərin parçalanmasından sonra yaranmışdı. 11-ci əsrdə iki yerə parçalanması var, onun ili də var, bildiyiniz kimi 1042-ci il. Lakin Göytüklərin parçalanması nəticəsində yaranmamışdı. 2-yə B qalır. Cavab burada olur, sualda A variantı. Keçdik 41-ci suala. NATO-ya üzv olması, konstitusiyanın qəbul edilməsi və Avropa İqtisadi Birliyinin yaradılmasına iştirak etmə. Bunların hər üçün 2-ci Dünya müharibəsindən sonra tarixin ümumi cəhətləridir. Burada İngiltərə bildiyiniz kimi Avropa İqtisadi Birliyinin yaradılmasında iştirak eləməyib, ora gec daxil olmuşdu. Ona görə İngiltərənin üzərindən xətt çəkilir bu cavabın. C-də yenə eyni ilə İngiltərəni çıxırıq. İngiltərəni. SSR ümumiyyətlə bu təşkilatda olmayıb. SSR buna qarşı olan digər bir iqtisadi təşkilatda qarşılıqlı iqtisadi yardım şurasında olub. Ona görə bu cavabların üzərindən xətt çəkirik. Pakistan da orada deyil, Avropa ölkəsi deyil, ümumiyyətlə Pakistan Asiya ölkəsidir bildiyiniz kimi və deməli cavab qalır burada D variantı, Fransa və AFR. Keçdik 42-ci suala. Pompeyin Albaniyaya hücum etməkdən məqsədi. Selevkilərin asılılığı olmayıb Albaniyada, o Atropatenada olub, ona görə bu cavabı çıxırıq. Kara şəhərində Pompey deyil, orada Kras iştirak edib, onun da üzərindən xətt çəkirik. Mərkəzi Asiyanın işğalı aid deyil ona, onun da üzərindən xətt çəkirik. D variantı doğru cavabdır orada. Alanlarla da elə bir ki, toqquşma ola bilməz. Çünki Pompey eradan əvvəl 66-65-ci illərdə yürüş edib, Albanlar bizim eran 1-ci əsrində Albaniya yürüş eləmişdi. Ona görə onlar qarşılaşmayıb. Cavab bu testdə D variantıdır. Gəldik Euler-Venn diaqramına. Mən ümumiyyətlə öz abiturientlərimə izah eləmişəm ki, hər zaman üçlü Venn diaqramlarında birinci oxşarı tapmağa çalışsınlar. Oxşarı tapanda iş asanlaşır. Oxşarı da tapa bilməndə və yaxud da oxşar bir çox cavablarda olanda artıq birinə əsasən hansısa sualı tapa
bilərik. Elə bu burada da elədir vəziyyət. Oxşar burada B variantıdır. Hər üç hərbiçimiz 1-ci Dünya müharibəsində Rus ordusunda xidmət etmişdir. Deməli B olan cavablar burada 3 yerdədir. Y-yə baxırıq. Georgi silahı ilə demək olar ki, ancaq Mehmandarov tərtib edilib. Georgi ordeni iləsə Fərux Ağaqayıbov, bunu yadda saxlayın. Qarışdırmayın onları. Göstər, Georgi silahı fərqlidir, Georgi ordeni fərqlidir. Naxçıvanski, daha da Şıxlinski. Birinci Şıxlinski aid olanı tapaq. Şıxlinski artilleriyaçı olduğuna görə toplarla müdafiəyə tapşırılmışdı. 1-ə S olacaq. Mehmandarovu dedik ki, Y variantı götürürük. 2-yə Y. Elə bu ikisini tapanda cavab düzəlir. 3-ə A yeganə yavər Hüseyn xan Naxçıvanskidir. B də dediyimiz kimi ortaya gedir. Bu testdə cavab D variantıdır. 50-ci illər Azərbaycan tarixi üçün SCV. Azərbaycanda təhkimçilik olmayıb ki, ləğv edilsin. Ona görə A variantını biz götürmürük. Kəndlərin feodal asılıqdan azad edilməsi 1870-ci il əsasnaməsidir. O da 50-ci illərə düşmür. Kəndlərin vergi mükəlləfiyyətlərinin ləğv edilməsi 1912-13-ə gedir. Tamamilə bütün mükəlləfiyyətlərin ləğvi 1913. Onu da götürmürük. Bir dəqiqə bunu düzəldim mən. Ekranı düzəldək. Hər bir kəndliyə 5 desətin torpağın verilməyə başlanması 1847-dir. O deyirlər ki, kəndlərin köçmə uyğun ləğvi 1853. Ona görə də bu testdə Y variantını işarə eləyirik. Gəldik Məmmədcan Pəhləvan fəaliyyətinə aid deyil. Eldənizlər dövlətinə aid olan bir suala. Eldənizlərin demək olar 100% suallar düşür. Mən ümumiyyətlə bundan əvvəlki videomuzda YouTube kanalına baxsaz 100% düşəcək mövzular barədə videolar çəkmişəm. Demək olar da mənim dediyim suallar elə bu qəbul testində var. O videonu bir də izləyə bilərsiniz. İkinci imtahan üçün də işinizə yarayacaq. Təbrizin Ağsunqurlardan alınması Məmmədcan Pəhləvana aiddir. Gürcü feodallarında hücumların qarşısının alınması aiddir. Paytaxtdan Naxçıvandan Həmədana köçürülməsi o da aiddir. İri Səlcuq əmirlərinin müqaviməti. Lakin Sultan titulu Qızıl Arslana aiddir. Eldənizlərdə Sultan titulu qəbul edən Qızıl Arslan olduğuna görə burada Y variantı yazırıq. 4-cü minilliyin sonunda qədim Misirdə vahid dövlət yarandı. Elə bu çox ən asan testlərdən biri budur. Yuxarı Misirin aşağı Misir üzərində qələbəsi nəticəsində A variantını burada götürürük. Gəldik burada sonra nəyə? Qaraqoyunlu hökmdarı Qara Yusif və Səfəvi Şah Təhmasibin oxşar cəhəti. Şirvanşahlarla müharibə aparması bunların oxşar cəhətidir. O biri cavabları da çıxıb tapmaq olar. Təhmasib Teymurilərlə mübarizə aparmayıb, lakin Qara Yusif aparsa da. Osmanlı ilə müqavilə də Qara Yusifdə yoxdur. Onda çıxırıq C variantını. Avropa dövlətlərinə hərbi ittifaq aid deyil Qara Yusifə. Təhmasibdə də sizin kitablarda adı çəkilmir. Yeni dövlətin əsasını qoymaq da Təhmasibə aid deyil. Səfəvlərin əsasını İsmail qoyub, 1-ci İsmail. Ona görə də A variantı. Şirvanşahlarla müharibə. 1412 Kür döyüşü Qara Yusif, 1538 Təhmasib. 19-cu əsr ikinci yarısı Mərkəzi Asiya və Şimali Qafqazın oxşarlığı. Burada Rusiya tərəfindən işğal edilməsidir. 1864-də Ruslar Şimali Qafqazı işğal eləmişdilər. O dağlı hərəkatı nəticəsində 1895-ci ildə də Mərkəzi Asiya. Cavab orada B variantıdır. Konkret sualın cavabı var. 17-ci əsrdə baş vermiş Səfəvi Osmanlı müharibələrinə aid deyil. Bir dəqiqə, bunun da cavabını qeyd edək. B variantı. 17-ci əsrdə baş vermiş Səfəvi Osmanlı müharibələrinə aid deyil. Osmanlı Krım hərbi qüvvələrinin məğlubiyyətə uğraması var. Bu Şah Abbasa aiddir Sınıq körpü döyüşündə. Ondan əvvəl Sufyanda da adı çəkilir. Sufyan adlı döyüş elə Səfəvilərin qalib gəlməsi 1605. Sufyan ümumiyyətlə 2 dənə Sufyan var. Biri Məhəmməd Xudabəndən dövrünə aid olan 1585, biri Şah Abbas. Onları necə fərqləndirəcəksiniz? Xudabəndədə olan Sufyanda Səfəvilər məğlub olub, Osmanlılar qalib gəlib, Şah Abbasda olan Sufyanda isə əksinə. Şah Abbasın Təbrizi azad etməsi 17-ci əsrə aiddir, 1603. Lakin Hörmüzü azad etməsi 17-ci əsrə aid olsa da Səfəvi Osmanlı müharibələrinə aiddir. O Səfəvi Portuqal müharibələrinə aiddir. İngiltərənin köməyi ilə özü azad eləmişdi. Qəs şirində aiddir. Ona görə onu götürmürük. Bizdən aid deyil istəyir. Ona görə cavab orada D variantı olacaq bu sualda. Heydər Əliyevin birinci prezidentliyi dövrünə aiddir. Milli Maliyyə manatın dövrəyə buraxılması Heydər Əliyevə düşmür. Düzdür, manat onda yeganə ödəniş vasitəsi olsa da manatın dövrəyə buraxılması Əbülfəz Elçibəyin prezidentliyi dövrünə düşür. Horadizin azad edilməsi bəli Heydər Əliyevə aiddir. 94-cü ilin əvvəlində baş vermişdi o. Torpaq islahatı 96-da aiddir. Lakin BMT 92-ci il, 92 martında olduğuna görə Heydər Əliyevin birinci prezidentliyinə düşmür. Heydər Əliyevin birinci prezidentliyi 93-98. Elə bu 100% qəbul ediləcək mövzularda bundan da danışmışdım ki, Heydər Əliyevin, İlham Əliyevin prezidentliyi dövrünə çox fikir verin. Onlardan suallar qəbul imtahanına düşür. Düşmə ehtimalı çoxdur. Elə növbəti sual da bağlı həmin o videomuzda biz bəhs etmişdik. Xilafət dövrünə aid vergi mükəlləfiyyətlərdən qəbula suallar düşməsi barədə. Elə xərac cizyə ən asan suallardan biri idi. Bu çünki xarab gecid sasənlərə aiddir. Divan vergi deyil, torpaq mülkiyyət formasıdır. Mal cəhət sonradan 15-ci əsrdə tətbiq edilib Azərbaycanda, xilafət dövrünə düşmür, bəhrədə.
İqta da torpaq mülkiyyət formasına. Ona görə də cavab burada C variantıdır. Keçdik digər suala, növbəti suala. Bu xəritə sualıdır. Qarabağ əraziləri ilə bağlı bir sualdır. Kəlbəcəri bizdən istəyir. Ulduzla işarələnmiş yer Kəlbəcər rayonudur. Ərazisində paleolit dövrünə aid qədim abidə yerləşir. Zar mağarası, yadınızda olsun, ona görə 1-i götürürük. 8 noyabrda azad edilməyib, çünki 8 noyabrda azad edilmiş Şuşa şəhəridir ancaq. Ərazisində Orta Tunc dövrünə aid Göytəpə adlı abidə orada yerləşmir. Tunca aid Göytəpə Urmiyada yerləşir, bildiyiniz kimi. Erkən Tunc dövrünə Sərkərtəpə də orada yerləşmir, onu da bilirsiniz. Sərkərtəpə Xaçmazda yerləşir. Və lakin noyabrın 25-də düşmən tərəfindən düşmən işğalından azad edilmişdi. Bildiyiniz kimi hətta Kəlbəcərin azad edilməsi biraz yubanmışdı. Ermənilər bizdən vaxt istəmişdi. Ona görə də burada cavab 3 və 5 B variantını götürürük. Gəldik xronoloji ardıcılığa. Bu xronoloji ardıcılıq belə rahatdır. Şirvanşahların paytaxtının Bakıya köçürülməsi zəlzələdən sonra olmuşdu Şamaxıda 1192. Səlcuqların paytaxtı Riyə köçürülməsi 1043-də olub. Teymurların paytaxtı Hirata köçürülməsi Şahrukun hakimiyyəti dövründə olub. Hardasa 1409-dan sonra olacaq. O konkret ili verilməsə də, yəni Teymuri Şahrukun hakimiyyətlərinə görə hakimiyyəti arasında olan dövrə görə onu götürmək olar. Osmanlıların da paytaxtın Bursaya köçürülməsi 1329-26-da fəth eləmişlər Bursanı. Deməli, burada cavab olacaq 2, 1, 4, 3. Elə bu abituriyentin işarələdiyi cavab doğru cavabdır. Gəldik, burada rəvadilərin Şirvanşahlar dövlətindən oxşar, Salari ilə fərqli xüsusiyyətlərini müəyyən edin. Bu, biraz çətin tipli suallar hesab edilir. Lakin sizə dedim ki, bu tipli suallar OTK-nın 20 sınaq testlərində var, 20 sınaq buraxılışları var, ikinci və üçüncü qruplar üçün. Orada bu tipli, buna bənzər suallar var. Kim o sualları işləyibsə, yəni o 20 sınaqları işləyibsə, bu sual asan gəlməlidir. Deməli, biz elə bir şey götürməliyik ki, Şirvanşahlarla oxşar olsun həmin o iki xüsusiyyət. Və diqqətlə qulaq asın. Həmin o iki xüsusiyyət Şirvanşahlarla oxşar olmalıdır. Elə eyni ilə həmin o iki xüsusiyyət Salaridən fərqli olmalıdır. Yəqin ki, nə demək istədiyimi abituriyentlər başa düşdü. Ərəb mənşəli. Rəvvadi Şirvanşah ərəb mənşəlidir, Salarilər türk mənşəlidir. Deməli, 1. Biz burada 1-i götürürük. Səlcuqlardan asılı olması da bəli, rəvadilərin Şirvanşahlarla oxşar xüsusiyyətidir. Salarilər asılı olmayıb Səlcuqlardan. Salarilər rəvadilər son qoyub. Slaviyalıların hücumuna məruz qalması olmayıb. O, elə bir ki, rəvadilər məruz qalmayıb. Dəbilə milliyindəki özünə birləşdirmək elə bir məlumat şəddadilərə aiddir sizdə. Deməli, cavab burada nə olacaq? 1 və 2. Yadda saxlayın. Neolit və eneolit dövrlərinə aid oxşar cəhətləri müəyyən edin. Toxadan istifadə, bəli, var. İkisində də şəhər mərkəzləri Orta Tuncdan yaranıb, bunlarda yoxdur. Saxsı qablar da var. Süni suvarma erkən Tunc. Daş alətlər, bəli. Ümumiyyətlə, litlə qutaranlar litos, daş deməkdir. Qutaranların hamısında daş var. Yəni, paleolitdən tutmuş eneolitə qədər. Demək, cavab burada 1, 3, 5. Yəni, abituriyentin işarələdiyi cavab. Özüm də burada qeyd edim. Testdə. Gəldik digər suala. Səbəb və nəticə əlaqələrini istəyir bizdən. Pyotr Prut çayı sahilində müqavilə imzalamışdı və Rusiya Azov qalasını Osmanlıya. Çünki orada Pyotr mühasirəyə düşmüşdü, uğursuz olmuşdu. Prut döyüşü onun üçün, ona görə 1-i götürürük orada. Qeyd edirəm bunu. Parisdə Versal müqavilə imzalanması, İngiltərənin ABŞ-ın müstəqil tanınması. Bu da var cavablarda. Doğru cavab da 2-də işarələyirik. Nezbin ABŞ-a aidiyyəti yoxdur. Nezbin İngiltərə tarixinə aiddir. 1645-də olub. Yekaterinada müttəqiyyət quruluşu zəifləmir, əksinə güclənir. 4-ü götürmürük. 17-ci əsr 30 illik müharibədə bəli, Avropada üstünlük İspaniyadan Fransaya keçib. Bu sual da üstünlüyün İspaniyadan Fransa keçməsi 20 sınaqlarda verilmişdi. Deməli, burada 1, 2, 5-i qeyd edirik. Uyğunluq da çox asan verilib. Otluqbeyli döyüşü kimlər arasında olub? Mərv döyüşü kimlər arasında? Otluqbeyli bildiyiniz kimi Osmanlı və Ağqoyunlu. 1-ə A, D. Elə bir işarə eləyək. Mərv döyüşü Səfəvi ilə Şeybanilər arasında olub. Burada Şeybanilər verilmədiyinə görə təkcə elə Səfəvi gedir. Şeybanilər Özbək dövlətidir bildiyiniz kimi. 2-yə də təkcə nə qalır? C variantı qalır. Bunu belə qeyd edirik. Gəldik mənbəyə. 5-ci yüzilin ikinci yarısı 431-404-cü illərdə bildiyiniz kimi Afina ilə Sparta arasında müharibə olmuşdu. Ona Peloponnes müharibəsi də deyirlər. Müharibədə qalib gələn dövlət Spartadır. Elə abituriyentin qeyd etdiyi dövləti işarə eləyirəm. Müharibənin başlanmasının siyasi və iqtisadi səbəbini yazın. Siyasi səbəb yaza bilərsiniz ki, qonşu əraziləri özünə tabe etmək, digər dövlətləri özünə tabe etmək, Yunan şəhər dövlətlərini asılı vəziyyət salmaq. İqtisadi səbəbdir ki, dənizlərdə ticarətdə üstünlüyü ələ keçirmək. Yəni, bunu yaza bilərsiniz ki, o iki səbəbdən
Yəni siyasi və iqtisadi səbəb kimi. Müharibənin mənbədə verilməyən 2 nəticəsini çox yaza bilərsiniz. Burada yəni bir neçə versiya yaza bilərsiniz. Sparta qalib gəldi. Yunan şəhər dövlətləri zəiflədi. Afina dəniz ittifaqı buraxıldı. Afina dəniz ittifaqı və zəifləmiş Yunan şəhər dövlətləri Makedoniya tərəfindən işğal edildi. Makedoniyanın təsiri altına düşdü. Makedoniya işğalı altına düşdü. Yəni bunlar hamısı, yəni bunlardan daha doğrusu ikisini, yəni bu dediklərimdən ikisini nəticə kimi yaza bilərsiniz. Nə suallarınız, fikirləriniz olsa şərh bölməsində yazmağı unutmayın. Sağ olun, bir daha hamıya uğurlar arzu edirəm.